Regionlarda sərnişin daşıma sahəsində avtobus parkları yenilənir, amma bununla yanaşı köhnə buraxılışlı uzun müddətli istismar olunan nəqliyyat vasitələri də mövcuddur. Məsələ ilə bağlı əməkdaşımız Xaliq Qurbanlı ətraflı məlumat verəcək. Buyurun Xaliq, söz sizdədir. Gəncədə bu sahədə vəziyyət necədir? Eşidək sizdən. Bəli, qeyd etdiyiniz kimi son illər Gəncənin, eləcə də Respublikamızın müxtəlif sahələrində ictimai nəqliyyatın yenilənməsi ilə bağlı bir sıra aidiyyatı dövlət qurumları tərəfindən müvafiq addımlar atılsa da, lakin hələ də Gəncədən ətraf regionların kəndlərinə ötən əsrin 60-70-ci illərdən istifadədə olan PAZ və MAZ markalı nəqliyyat vasitələrinin istifadəsi, xidmət olunması bu gün də çox təəssüf ki, davam etdirilir və biz hal-hazırda Gəncə Beynəlxalq Avtovağzal kompleksinin ərazisindəyik və buradan Goranboy rayonunun Xoylu kəndinə, həmçinin Ağcakənd istiqamətinə apardığımız müşahidələr zamanı hələ də ötən əsrin qeyd etdiyimiz kimi 60-70-ci illərindən qalma və bu gün də istismar müddətini başa vurmuş sınıq, salxaq, PAZ avtobusları hələ də vətəndaşlarımız ünvanlara getməyə məcbur olurlar və bu da nə vaxtsa vətəndaşlarımızın sorğu aparmışıq və sorğudan da məlum olur ki, sərnişinlər nə vaxtsa bu yolları komfortlu avtobuslarla gediş gələcəyi günü böyük həvəslə gözləyirlər. Kadrlarda da gördüyünüz kimi hazırda Gəncənin yenilənən ictimai nəqliyyatıyla biz ötən əsrdən, Sovet dövründən qalmış nəqliyyat vasitələrini müqayisə etməyə çalışırıq və qeyd edim ki, bununla bağlı aidiyyatı dövlət qurumu olan və cavabdeh qurumu olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlamışıq və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yerli qurumlarına verilən məlumata görə bütün xəttlər üzrə Gəncədə mərhələli şəkildə müsabiqəyə çıxarılır və bunun nəticəsi olaraq hazırda şəhər ətrafı xəttlər üzrə avtobus parkı keçən illə müqayisədə təqribi 15 yaş cavanlaşmışdır deyə məlumatda bildirilir. Amma görünən isə budur ki, hazırda köhnə avtobuslar niyə xəttdən kənarlaşdırılmır sualını ortaya qoyur və biz mövzu ilə bağlı araşdırma eləmişik. İrəliyən xəbər buraxılışlarımızda biz Gəncənin avtovağzalından, eləcə də avtostansiyalarından Samux, Goranboy və digər ətraf ərazilərə vətəndaşlarımıza, sərnişinlərimizə göstərən bu cür sınıq salxaq avtobusların hal-hazırda niyə xəttdə olması ilə bağlı mövzunu araşdırmağa çalışacağıq. Hələ ki, bizim Gəncə Beynəlxalq Avtovağzal kompleksindən çatdıracaqlarımız bunların ibarətdir. Buyurun, söz yenidən sizdədir.